Tarixin səhifələrində elə bir şəxsiyyət var ki, onun adı gələndə elm baş əyir. Həqiqət susmur və qaranlıqlar içində nur kimi parlayır. Bu şəxsiyyət İmam Muhammed Baqir əleyhissalamdır ki, Peyğəmbər nəslindən İmam Hüseyn əleyhissalamın oğlu İmam Zeynalabdin əleyhissalamın davamı, hikmətin və elmin canlı timsalıdır. Baqir, yəni elmi yaran, dərinliyini açan, o yalnız bilik sahibi değildi. O, bilikli insan yetişdirən bir məktəb idi. İmam Baqir əleyhissalam İslam dünyasında elmin dirçəlişini başlatdı. Onun ətrafında yüzlərlə, minlərlə tələbə toplaşmışdı. O, öz sözləri ilə qəlbləri dirildirdi. Əqlə işıq, ruhlara hidayət verirdi. İmam buyururdu, ən üstün ibadət düşünməkdir. Çünki düşünən insan haqqı tapar. Düşünən insan azmaz. İmam Baqir əleyhissalam fitnə və zülmün bol olduğu dövrdə yaşayırdı. Amma o əslən sükut etmədi. O danışdı, öyrətdi, susturmadı öz elmini. Dəfələrlə zindanla, təhdidlə üz-üzə qaldı, amma bilirdi ki, bu yol asan deyil. Çünki bu yol Peyğəmbər Salavatullahın yoludur. İmam Hüseyn əleyhissalamın yoludur. İmam Baqir əleyhissalam bizə bir söz miras qoymuşdur ki, sizdən biri dinini öyrənmədən dünyasını tərk edərsə, qəbirdə cavabsız qalar. Baxın, bu İmam Baqir əleyhissalamın insanlığa bir mesajıdır. Qəlblə inan, zehinlə dərk et, amma əməllə yaşa. Bugün onun nur dolu irsini yaşatmaq, onun açdığı maarif yolunu davam etdirmək bizim vəzifəmizdir. İmam Baqir əleyhissalam zamanının qarşısında əyilməyən elm sərkərdəsi, susqunluq içində səda olan rəhbər və ilahi maarifin sonsuz dənizi idi. Onun işığında yaşamaq, düşünmək, öyrənmək və paylaşmaq hər bir müsəlmanın vəzifəsidir.